Salam, 5-ci sinif Azərbaycan tarixindən 36-cı dərsimizə keçirək. Dərs 36. Azərbaycan tarixinin atası. Bakı xanları nəslindən olan Abbasqulu Ağa Bakıxanov 1794-cü ildə Bakıda anadan olmuşdur. O, Azərbaycan tarixini qədimdən başlayaraq yaşadığı dövrə qədər ardıcıllıqla yazan ilk tarixçimizdir. Abbasqulu Ağa Bakıxanov tariximizin atası hesab edilir. O, bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hazırki və gələcək həyatı daha yaxşı və səmərəli qurmaq üçün bu təcrübədən istifadə etməyi lazım bilir. Abbasqulu Ağa Bakıxanov tarix elmini əvəzi olmayan tərbiyə və əxlaq məktəbi adlandırır, onu mənəvi elmlərin qiymətlisi hesab edirdi. Bilirsinizmi? Abbasqulu Ağa Bakıxanov yazırdı. Bu elm insanı gözəl, əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Tarix elə bir danışmayan natiqdir ki, sələflərin, yəni babaların vəsiyyətlərini bütün təfsilat və tərifləri ilə xələflərə, yəni övladlara bildirir. Vətən tarixini bilmək isə insanlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə, dostu düşməndən ayırmağa, millət üçün, vətən üçün faydalı və zərərli olanları fərqləndirməyə imkan verir. Abbasqulu Ağa Bakıxanov ərəb və fars dillərini mükəmməl bilmiş, Tiflisdə, Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsində çalışmışdır. Tiflis mühiti, Avropa, Rus şair və ziyalıları ilə görüş onun dünya görüşünə müsbət təsir göstərmişdir. Dövrünün görkəmli maarifpərvər yazıçılarından olan Abbasqulu Ağa Bakıxanov qüdsi təxəllüsü ilə şeirlər də yazmışdır. Maarif, savad, bilik və mədəniyyət yaymaq üçün həyata keçirilən tədbirlərdir. Maarifpərvər, xalq arasında mədəniyyəti, biliyi yayan, savadlandıran deməkdir. Abbasqulu Ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərir. Alimin ən böyük elmi əsəri Gülüstan-ı İrəmdir. Müəllif bu əsərini yazarkən müxtəlif mənbələrdən istifadə etmişdir. Əsər Azərbaycan və Dağıstan xalqlarının tarixinə aiddir. Burada Azərbaycanın qədim dövlətlərindən tutmuş 1813-cü ildə Azərbaycan torpaqlarının Rusiya ilə Qacarlar dövləti arasında bölüşdürülməsinə qədər olan hadisələrdən danışılır. Gülüstan-ı İrəm əsəri Azərbaycan və Rus dillərində nəşr edilmişdir. Bu əsər qiymətli mənbələrdən biri hesab edilir. Kəşf-ül-Qəraib əsəri coğrafiyaya aiddir. Əsərdə Amerikanın Kristofer Kolumb tərəfindən kəşf olunmasından və bu qitənin vəziyyətindən danışılır. Burada o zamanki Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Təhzib-ül-Əxlaq əsərində əsas məqsəd gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Abbasqulu Ağa Bakıxanov bir müəllim kimi faydalı məsləhət və nəsihətləri ilə gəncləri düz yola dəvət edir, doğruluq, ədalət, mərdlik kimi keyfiyyətləri təbliğ edirdi. Təhzib-ül-Əxlaq əsərində təbliğ edilən xüsusiyyətlər: əməyə rəğbət, dostluq, dostluqda sədaqətli olmaq, böyüklərə hörmət, yaxşı rəftar, vətənə və xalqa məhəbbət, elm öyrənmək, bilik əldə etmək. Tənqid edilən xüsusiyyətlər: tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq, şöhrətpərəstlik, lovğalıq. Uşaqlarda nəcib xasiyyətlərin yaranmasını təbliğ edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir. Maarifpərvər ziyalı Abbasqulu Ağa Bakıxanov Azərbaycan uşaqlarının müasir təhsil alması üçün Bakıda məktəb açmaq istəyirdi. Bu məqsədlə layihə hazırlasa da onu həyata keçirə bilmir. Bilirsinizmi? O, Bakıda müsəlman dünyəvi təhsil məktəbi açmaq üçün hazırladığı layihəni 1832-ci ildə tərtib edir və Qafqazın o zamanki canişini Baron Qriqori Vladimiroviç Rozenə göndərir. Lakin bu layihə yerli millətlərə, onların mədəniyyətinə pis münasibət bəsləyən General Rozen tərəfindən etinasız qarşılanır və onun şəxsi arxivində yatıb qalır.
Abbasqulu Ağa Bakıxanovun tərtib etdiyi Müsəlman məktəbi təsis edilməsinin layihəsi hazırda Moskvada Dövlət Tarix Muzeyinin Baron Rozen fondunda saxlanılır. Ömrünün sonlarına yaxın Şərq ölkələrini səyahət etməyə çıxan Abbasqulu Ağa Bakıxanov 1846-cı ildə Mədinə ilə Məkkə arasında vəfat edir, elə orada dəfn olunur. Onun haqqında sənədli bədii film çəkilmiş, Bakının qəsəbələrindən birinə adı verilmişdir. Bakıxanov qəsəbəsində və Qubada ona heykəl qoyulmuşdur. Azərbaycan Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu Abbasqulu Ağa Bakıxanovun adını daşıyır. Bəli, indi isə keçirik suallara. Abbasqulu Ağa Bakıxanov nə üçün keçmiş həyatı təcrübə adlandırmışdır? Abbasqulu Ağa Bakıxanov tarixi sadəcə keçmişdə baş vermiş hadisələrin xronologiyası kimi görmürdü. O hesab edirdi ki, tarix bəşəriyyətin topladığı ən böyük təcrübə xəzinəsidir. Müəllifə görə insan indiki zamanı düzgün qiymətləndirmək və gələcəyini daha səmərəli, daha uğurlu qurmaq üçün mütləq keçmişin dərslərindən, yəni bu təcrübədən faydalanmalıdır. O, tarixi həm də bir əxlaq məktəbi adlandırırdı. Çünki keçmişin təcrübəsi insanlara kimin dost, kimin düşmən olduğunu, hansı hərəkətlərin vətən üçün faydalı, hansıların isə zərərli olduğunu öyrədir. Bir sözlə, Bakıxanov üçün keçmiş həyat bu günün və sabahın yolunu işıqlandıran əvəzsiz bir bilik mənbəyidir. Gülüstan İrəm əsəri nə üçün qiymətli mənbə hesab edilir? Abbasqulu Ağa Bakıxanov yazdığı Gülüstan İrəm əsəri Azərbaycan tarix elmində inqilabi bir addım sayılır. Bu əsəri digər köhnə salnamələrdən fərqləndirən və bu gün də qiymətli edən əsas amil tariximizin ilk dəfə elmi metodlarla sistemli şəkildə qələmə alınmasıdır. Müəllif ən qədim zamanlardan 1813-cü ilə qədər olan dövrü təkcə hadisələrin siyahısı kimi deyil, onların səbəb və nəticələrini araşdıraraq yazıb. Əsərin yazılmasında antik Yunan, Ərəb, Fars və Rus mənbələrindən, həmçinin rəsmi dövlət sənədlərindən istifadə olunması onun etibarlılığını artırır. Gülüstan İrəm həm də ensiklopedik xarakter daşıyır. Burada siyasi hadisələrlə yanaşı xalqımızın coğrafiyası, mədəniyyəti, dili və görkəmli şəxsiyyətləri haqqında da dəyərli məlumatlar topladığı üçün o, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Bəli, bu qədər. 37-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.